Vüqar bəy, son zamanlar bəlkə siz fikir vermisiniz, vakansiyalarda yazmırlar QA manual, QA automation. Çox vaxt elə biz görürük SDAT Hı hı. mütəxəssisi axtarılır. Bunun haqqında nə deyə bilərsiniz? Mən biraz narazıyam bəzi yerlərdə SDAT mütəxəssisi yazılanda. Çünki bəzən insanlar başa düşmürlər. Bu nə deməkdir ümumiyyətcə? Sadəcə siz nə düşünürsünüz bu haqqda? Yəni Yəni düşünürsünüz ki, STT olsun yoxsa olmasın? yox, olsun, olsun. Sadəcə, yəni nəyə görə artıq sırf ya QA manual, ya QA automation axtarılmır, sırf fokus SDAT spesialistlərə, mütəxəssislərə olur. Əslində deməli şey olaraq ISTQB olaraq ISTQB-də dəqiq bilmirəm. STT varmı? Var. Birbaşa adı belə yazılmışsınız. Səhv eləmirəmsə olmalıdır, səhv O eləmirəm. dəqiq Siz bilmirəm. dediniz ki, ürəyimə şübhə saldınız da. Mən də nəsə olsun gezib biraz yorulmuşam. Ola bilər, unutmuşam. Amma əslində software developer in test biraz daha belə technical olan bir şeydir deyə düşünürəm. Yəni manual QA automationu əslində birləşdirən bir xeyr, əslində yox. Əslində bəli, razıyam, amma Əslində çünki niyə əslində deyirəm? Ola bilər ki, nəzərdə elədir, amma mənim praktikada gördüyüm elə deyil. Praktikada SDAT-lər nə edir? Prosto sadəcə bütün frameworkləri olsun, reporting sistemləri olsun, başqa automation tərəfindən nələr lazımdırsa, bütün komandalar üçün onları eləyirlər. Amma manual elədiklərini görməmişəm real praktikada. yox, xarici bazarda edirlər. Yəni xarici bazarda SDAT mütəxəssisi QA manual və siz dediyimiz QA lead automationu birləşdirən bir sahələrdən biri demək olar. Tamamilə belə açılışı olmasa, demək nəyə görə? Çünki biz bilirik ki, keyfiyyətli automation keyfiyyətli manual üzərində yanılır. 100%. Yəni siz layihə haqqında məlumatınız olmasa, onun spesifikasını bilməsən, onun o qaranlıq yerlərini bilməsən, bunu necə test etmək, bunu necə əlavə etmək, o sualına cavab verə bilməsəz, heç vaxt keyfiyyətli automation qura bilmərsiniz. Heç zaman. Yəni istəyirsiniz illərin, 20 il təcrübəniz belə olsun və ona görə xarici bazarda bu iki dənə anlayışı birləşdirən bir belə deyim də SDAT termini gedə bilər əslində qalsa. Hal-hazırda mən nəyə görə biraz narazıçılıq bildirdim? Bizdə bəzən SDAT-in nə olduğunu dərindən başa düşmürlər. Amma SDAT ilk növbədə keyfiyyətli manual testerdir, hansı ki, layihənin bütün biznes tərəflərini bilir, layihənin bütün belə deyim dəyişikliklərini, nə baş verəcək və təxmin edə bilir. O testingdə exploratory testing kimidir də. Yəni təxmin edir ki, nə problem ola bilər, nə yarana bilər, o problemin qarşısını necə almaq ola bilər. Bu suallara rahatçılıqla cavab verir. Və automation olaraq artıq təcrübə əsasən düzgün arxitektura və framework layihəyə görə qura bilir, belə deyək də. Və əslinə qalsa QA manualdan birdən-birə SDAT olmaq çox çətindir. Yəni əgər sən QA manualsansa, sən SDAT olmaq üçün təcrübə inanılmaz dərəcədə lazımdır və QA automationu dərindən bilmək. Çünki əgər SDAT pozisiyasına özünü nəzərdə tutursansa, sən ən azından automationu bilməlisən və ən azından automation sahəsindən bir 5 il mənə görə təcrübəniz olmalıdır. Təbii ki, 5 il deməyək, yəni siz 2 ilə də gözəl frameworklar qurmağı bacarmalısınız. Yəni insandan asılıdır, bəli. Amma minimal əgər misal üçün sən bilmirsən ki, API-ın mobile və webin frameworku necə sıfırdan qurular, hansı kitabxanadan istifadə oluna bilər, sən heç vaxt deyə bilməzsən ki, mən SDAT-yəm. Məncə. Onda bir növ SDAT siz şey kimi baxırsınız. Bir növ solution architect, necə ki solution architect, artıq senior software engineer və s. ondan sonra artıq ola bilirsən solution architect, yəni solution architectin məsələn junioru, intern solution architect falan olmursa, SDAT-in yəni demək istədiyiniz odur ki, artıq SDAT mütəxəssisləşmiş bir QA-dir. Mən belə baxıram buna. Yəni çünki mənə görə bu yəni test engineer adını daşıyan insan təcrübə və biliklərə sahib olmalıdır. Təcrübə və biliklər. Belə deyim, mənim gördüyüm belə olub ki, SDAT-lər ancaq automation tərəfdə olublar. Automation tərəfdə işləri görə bilər, manual tərəfdə daxil olmurlar. Bu necə handle edə bilər kompaniya daxilində? Tutaq ki, bir manual side var, onu automation eləmək lazımdır. Təbii ki, onun bir biznesi var. O biznesi mən tutaq ki, bir köy olaraq gəlirdim, yazdım.
QA injinerəm mən. Mən gəlib yazıram həmin biznes üçün automationu. Sonra tutaq ki, MR açdım. Gəldi SDAT-də kimdirsə əməkdaş onu review elədi. Review elədikdən sonra bununla bərabər olaraq belə deyim də mənim tutaq ki, mən middleamsa, mənim seniorum, mən junioramsa, mənim middleam və ya seniorum bu şəkildə həmçinin review eləyir. Niyə görə review eləyir? Biznes tərəfini cover eləmək üçün. Bəli. SDAT eləyir technical tərəfdən reviewsun. Orada yazılan klasslar və sairələr, clean code, dry prinsiplər və sair digər məsələlər, dizayn patternlər və sairələr. Amma business side-ın belə deyim də logikasının, business side-ın reviewsun eləyir. Tutaq ki, mənim belə deyim, adətən squadlarla iş olurdu. Çox yerdə squaddır. Squadımda olan, həmin biznesdən xəbərdar olan ya mənim eyni vəzifəmdə belə deyim də, eyni pozisiyamda olan yoldaşım ya da ki, tutaq ki, məndən daha leveldə yüksək yoldaşlar review elədi. Yəni yenə də siz bildirdiyiniz kimi insan mütləq şəkildə təcrübəli və bilikli olmalıdır SDAT olmaq üçün. Yəni yenə mən junior SDAT vakasiyasını bilmirəm. Mən də görməmişəm junior, ya nə bilim senior, yaxud intern SDAT. SDAT mənə görə artıq avtomatik olaraq senior kimi gedir. Deyəsən podkastın sonuna gəlib çatdıq. Belə açıq mənim üçün maraqlı oldu. Müəyyən fikirlər bölüşdük, elədi. Narazılıqlar, razılıqlar hamısı danışıldı. İzlədiyiniz üçün təşəkkür edirik. İnşallah zamanla daha yaxşı, daha belə fərqli konseptdə, fərqli mövzularda çəkəcəyik. Yadımıza düşdükcə bazarda olan, qlobalında və yaxud lokalında olan problemlərlə əlaqədar belə. Çox sağ olun. Təşəkkür edirəm Vüqar bəy. Çox maraqlı podkast oldu. Bizi izləməyə davam edin. Hələ QA sahəsində maraqlı mövzuları birdən Vüqar bəylə birlikdə müzakirə edəcəyik. İnşallah. İnşallah. Uğurlar hər kəsə. Uğurlar hər kəsə bəli.